90.7 Çıdır düzü sinende gül bitende, xar bülbül gül içinde yetende, durna qatarları buradan ötende, salamımı yetirirəm mən sənə, salam olsun əziz ana vətənə, salamımı yetirirəm mən sənə, salam olsun əziz ana vətənə. Çıdır düzü qurban olum boyuna, ah necə oldu düşdün oyuna, biz gəlirik yenə sənin boynuna, Topxanaya yayılacaq səs səda, o xoş günlər gəlib düşəcək yada, Topxanaya yayılacaq səs səda, o xoş günlər gəlib düşəcək yada. Marsol Qrup İş Adamları Cəmiyyətinin Milli Asosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. İşinin adamı başladı. Hörmətli xanımlar və cənablar, hər vaxtınız xeyirli olsun. Mən Kamran Yaradanquliyevin təqdimatında həftə içi 5 gün yayımlanan İşinin Adamını dinləyirsiniz. Hər sahədən işinin adamları, mütəxəssisləri bizlə birlikdə olurlar. Bu gün də istisna deyil. Amma studiyamıza zənglər də olacaq, artıq başlayaq. Qonağımızla birlikdəyik. İşinin adamı studiyadadır. İşinin adamı İhtiram İsmayılovdur. Efirimizin güc sponsorlarından olan Oloil MMC-nin nümayəndəsi olaraq yenə bizə dəyərli məlumatlar verəcək və həmişəki kimi o bütün regionları gəzir. Bu gün də elə birbaşa regiondan paytaxt Bakı, oradan da efirimizə gəlib. İhtiram bəy, xoş gəlmisiniz. Xoş gördük. Biz də sizi, dinləyicilərimizi və izləyicilərimizi salamlayırıq. Ay sağ ol. Xoş deyirəm. Bax, bu deməkdir ki, həqiqətən də İhtiram bəy efirimizə çox diqqətlə yanaşır. Çünki bizi həm izləyirsiniz, həm də dinləyirsiniz. İzləyənlər ya Yurd FM web səhifəsindən ya da ki TikTok üzərindən İşin Adamı yazaraq daxil olurlar efirimizə və dinləyənlər isə nə edirlər? 90.7-də Yurdumuzun FM-ində bizə qulaq asırlar. Əziz dostlar, Oloil'in fəaliyyətindən gəlin ümumi danışaq. İhtiram bəy, buyurun, söz sizdədir. Oloil MMC olaraq artıq 10 ildən artıq fəaliyyət göstəririk. Xidmət dönəmimiz artıq müştərilərimiz tərəfindən keyfiyyətimizə görə qəbul olunub, tanınır və regionlarımızda inkişafımız artıq eyni zamanda Muxtar Respublikamızda dev petrolumun dev məhsul olaraq xidmət göstərməyimiz bizim keyfiyyətimizin ən böyük sübutudur. Çünki keyfiyyətsiz bir məhsul təbii ki sevilməz və qəbul edilməz. Oloil'in də əsas hədəfi maksimum bir dəfə. Bəli, Oloil'in də əsas hədəfi quruculuğundan, yəni qurulduğu gündən keyfiyyətli məhsul və yüksək xidmət üzrədir. Yəni keyfiyyətli məhsulu
düzgün və yüksək xidmətlə, üstün xidmətlə müştərilərə çatdırmaqdır və hal-hazırda bu məqsədimizdən davam edirik və böyüyürük. Olayın 3 dənə Azərbaycanda nümayəndəsizliyi məhsul. Hansılardır bunlar? Dev Petroleum, yəni Türkiyənin şirkətidir, qardaş ölkənin şirkətidir. Dev məhsul Haqqında olaraq, danışdığımız. bəli, dev məhsullar olaraq xidmət göstərir Azərbaycanda. Eyni zamanda Birləşmiş Ərəb Əmirliyindən idxal elədiyimiz Atlantik zavodun Rapid markası var və bu yaxınlarda da Avropadan, Almaniyadan yeni bir markamız gəlir. Onu burada deməyim. Xeyirli olsun, xeyirli olsun. O marka ilə də inşallah tanış olacağıq. Sizin sahədə beynəlxalq sertifikatlar və yaxud standartlar hansılardır? Xüsusilə bax bunlara siz cavab deyirsiniz, öhdəlik daşıyırsınız və həyata keçirirsiniz. Əsasən ISO-nun tələbləri nəzərdə tutulur. Və o tələbləri əməkdaşlıq etdiyimiz zavodlar tərəfindən o tələblər əsasında istehsal olunur. Beynəlxalq sertifikatlar əsasən bu üzrədir. Təbii ki, bu sertifikatların önəmi yalnız sənəd üzərində deyil. Artıq bizim illərdir bazarda göstərdiyimiz keyfiyyət bu sənədlərin, yəni bu tələblərin həqiqətən də icra olunduğunu göstərir. Biraz ehtiram, deməli mən sizdən həm söhbət olanda ən bəyəndiyim tərəflərdən biri odur ki, siz rəsmi sözləri, o terminləri çox rahat formada izah eləmək qabiliyyətinə sahibsiniz. Amma məsələn, sizin sahədə avtomobil mühərrik yağları sahəsində deyək ki, məsələn, XXY adlı bir sertifikat var. Bu nəyi özündə ehtiva edir? Məsələn, bu sertifikatı olan məhsul, şirkətin gücü nədir? Biraz belə loru dildə bizə başa sala bilərsinizmi? Biraz yoxsa çox detallı mövzudur? Yox, olar, problem deyil. Sadəcə görünüş üçün hansısa məhsulun üzərində o sertifikatlar görülə bilər. Bu hansısa işləyən X bir firmaya aid ola bilər, X bir məhsula aid ola bilər. Ona görə bizdə çoxluq deyil, yəni məhsul üzərində say çoxluğu olaraq sertifikatların yerləşdirilməsi və yaxud da ki, qeyd edilməsi deyil ki, bu əsasən hansı sertifikatlar varsa, bu sertifikatlar məhsulun keyfiyyətini təsdiq edir. İndi digər bir tərəfdən bu da maraqlıdır ki, o sertifikatların nə dediyini, daha doğrusu nə deməkdir, yəni o sertifikatların olması, bunu bilən ustalarımız çox rahat şəkildə məhsulumuzun keyfiyyətini bilir. Təbii bunu çox adam bilmir, amma ISO tələblərinin məhsulun üzərində qeyd olunması, istehsalda o tələblər nəzərə alınaraq istehsal olunması bizim məhsulumuzun keyfiyyət qarantıdır. Aydındır. Buyurun. Əlaqə nömrəsi sadəcə xatırladacaqdım. Amma müştərilərimiz üçün və yaxud da ki, bizlə əsasən biz bilirsiniz, topdan olaraq xidmət göstəririk. Bizlə əməkdaşlıq edən ustalarımız bu sertifikatları bir neçə tələb edib bizdən. Çoxluq yox. Əsasən biz istəyirdik hər biri tələb eləsin, çünki bu bizə xoşdur. Çünki onda bilirik ki, artıq həqiqətən keyfiyyəti təsdiq edən sənədləri görmək istəyirlər. Təbii ki, bu bizim öhdəliyimizi biz onu qarşılaya bilirik. Çünki bizim belə bir təqdim edəcək sənədlərimiz, sertifikatlarımız var. Maşallah. Deməli, neydək, hörmətli dostlar, bir əlaqə nömrəsini xatırladım. Sonra digər suallara keçid olaq. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907 099 6 907 907 zəng və WhatsApp nömrəmizdir. Hörmətli izləyənlər və dinləyənlər, nəzərinizə çatdıraq ki, qonağımız Ehtiram İsmayılovdur. Oloyolun nümayəndəsi olaraq həmişə kimi efirdə bizlə maraqlı informasiyaları bölüşməkdədir. Hörmətli xanımlar və cənablar, efirimizin sponsorlarından gəlin bir neçəsindən danışım, sonra davam edəcəyik. Sponsor məlumatı. Diqqət, əziz Özbəkistanda şirkət qurmaq istəyən iş adamları, Osmanlı Şirkətlər Qrupu bir neçə sahədə fəaliyyət göstərsə də, detallı deyək, Osmanlı Şirkətlər Qrupunun Özbəkistanda sırf şirkət qurmaq istəyən dostlarımıza dəstəyi ondan ibarətdir ki, qarşılanmadan tutmuş sizin orada şirkətinizin rəsmiyyəti, sizin şirkətin belə deyək, sənədləşmə işi, harda qala bilərsiniz, harda ofis tuta bilərsiniz və s. hər bir məqamda dəstəyinizə çatır. Təşəkkür edirik onlara və əlaqə nömrəsi olaraq Azərbaycan nömrəsidir. WhatsApp-dan belə əlaqə saxlaya bilərsiniz. 051 6900
Yəni 051 600 09 00 yadda saxlamaq çətindir. 051 6900 belə yadda saxlaya bilərsiniz. Təşəkkürlər və davam edirik. Sponsor məlumatı. Sponsor məlumatı elə biz Oloyoldan danışırıq, Dev markasından danışırıq. Dev markası Türkiyədə istehsal olunan mini avtomobillər, ağır texnika üçün mühərrik yağları, soyutma mayeləri, AdBlue sənaye yağları, sürətli quduz və hidravlik yağlar təklif edir. Dev mühərrikimizin uzun ömürlü gücüdür. Ətraflı efirdə indi danışacağıq, amma əlaqə nömrəsi 099 941 14 14-dür. Və efirimizin baş sponsoru Metsan Paneldir. Metsan Panel müasir tikinti üçün yüksək keyfiyyətli sendviç panellər istehsalçısıdır. Sendviç panellər istilik və səs izolyasiyası ilə məkanımızı qoruyur, möhkəmliyi ilə uzun illər bizə necə deyirlər, xidmət göstərir. Ambar olsun, zavod olsun, idman zalları, alış-veriş mərkəzləri, prefabrik tikililər, hər məkana uyğun ölçü və dizayn. Keyfiyyət, davamlıq, etibar Metsan Panel imzasıdır. İşinin keyfiyyətli, işinin qədrini bilənlərin seçimidir. Metsan Panel 050 555 65 95. Təşəkkür edirik Metsan Panelə də. Mən isə bir daha əlaqə nömrəmizi xatırladım, amma artıq WhatsApp-dan gələn suallar da var. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Bəli, bir sualı elə ünvanlamaq istəyirəm. Dinləyicimiz göndərib. Bu sual üzərindən gedək. İstehsalatda sizin müasir texnologiyalarla bağlı da bir neçə suallar var və bir də belə maraqlı sual ünvanlayıb. Mineral, sintetik və yarım sintetik yağlar arasında əsas texniki fərqləriniz varmı? Bu sualı verən adam korporativ işləyən adama oxşuyur. Təbii ki, sintetik, yarı sintetik, yəni polisintetik və mineral təşkil yağlar. Yağlar zaten bölünüşü bundan ibarətdir. Əsasən sintetik qrup yağlar əsasən 5-40-a qədər olan yağlara aiddir. Yəni 0-20, 0-30, 5-20, 5-30, 5-40 və bu ölçülüklərlə, özürlüklərlə davam edir. Ancaq artıq özürlük 10-40-a keçdisə, bu adətən polisintetik sayılır. Yarı sintetik sayılır ki, ondan artıq da artanda artıq özürlük 15-40-a və 20-50-yə keçirsə, bu tamamilə mineral yağdır. Aydındır. Təbii ki, bunun fərqi var. Yəni bütün işlədiyimiz firmalardan, yəni müəssisələrdə bizə bu çeşidlərlə məhsullar gəlir. Təşəkkürlər. Birazdan eşidilərik. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mistellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı, polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz gücünüzdür. Reklamlar. Hilfandan şok endirimlər. Hilfan kompozit boru 1 manat 35 qəpik deyil, 1 manat 19 qəpik. Hilfan boru, sağlamlığını qoru. Məhsulu bütün inşaat mağazalarından ala bilərsiniz. Görürsən mənə kredit düşür. Böyünün varsa düşür. Böyününüz varsa 100 min manata dək kreditdən zaminsiz, girovsuz, dəqiqələr içində yararlana bilərsiniz. Elə indi businesskredit.az saytında tam onlayn. Ətraflı 937. ABB Mərkəzi Bankın 30-12-1992-ci il tarixli 2 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Vergi bəyannamələri Sima imzada. Onlayn kargüzarlıq Sima imzada. Hesab fakturaları Sima imzada. Sahibkarlar və hüquqi şəxslər üçün pulsuz elektron imza Sima imzada. Qatqısız və xüsusi seçilmiş toxumlardan soyuq sıxım metodu ilə ərsəyə gələn çətənə toxumunun yağı mərhələli filtrlənmə prosesindən keçərək yüksək sanitar qaydalara uyğun istehsal olunur. Məhsul orqanizmə zəruri olan omega 3, 6, 9 doymamış yağlar, vitaminlərlə və makro-mikro elementlərlə zəngin olub. Qida Təhlükəsizliyi Agentliyindən rəsmi qeydiyyatdan keçib, Ekovita şirkətinin istehsalı olan çətənə toxumunun yağını apteklərdən və 099 345 12 34 telefon nömrəsinə zəng edərək əldə edə bilərsiniz. Ətraflı məlumat ekovita.az. Keyfiyyətli ehtiyat hissələri problemsiz sürüşün açarıdır. Orijinal detalları Sol Avtonun Bakı və Sumqayıt filiallarından, həmçinin solavto.az saytından sifariş et. İlk sifarişdə 10% endirim qazan.
Eynəklə vidalaşmaq vaxtıdır. Ağrısız, bıçaqsız lazer texnologiyası artıq Batı gözdə. Kampaniya ilə gələnlərə ilkin müayinə 50% endirimlə. Ətraflı məlumat üçün Ulduz 4033. Perla Mebildə cehiz paketləri cəmi 2205 manatdan başlayan qiymətlərlə 3w.perla.az Qaynar xət 918 Perla sizi düşünür. Sima rəqəmsal imza vergi portalında New Etaxes.gov.az saytında elektron kabinetə Sima imza ilə giriş edin. Vergi hesabatlarınızı ödənişsiz göndərin. Sima imza fərdi sahibkarlar üçün 6 ay pulsuzdur. Endokrinologiya və metabolizma xəstəlikləri üzrə üst səviyyə uzman doktor Nərimanə İmanova Yağcı, tiroid xəstəliklərinin bütün növləri, insulin dirənci və şəkər xəstəliyi kimi günümüzdə tez-tez rast gəlinən sağlamlıq problemlərinin müalicəsini Məlhəm Beynəlxalq Hospitalda həyata keçirir. Metabolizma xəstəlikləri, piyələnmə və metabolik sindrom, qan şəkərinin azlığı, hamiləlikdə endokrin hormonal pozğunluqlar, hamiləlik şəkəri kimi bu tip xəstəliklər dünyada mövcud olan ən son tibbi protokollarla uzman doktor Nərimanə İmanova tərəfindən Məlhəm Beynəlxalq Hospitalda müalicə olunmaqdadır. Ətraflı məlumat üçün telefon 803. Məlhəmlə sağlam yaşa. Məlhəm Beynəlxalq Hospital İqtisadiyyat Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Bravo'da 15 oktyabr tarixinədək super manat günləri. 1 kilogram mərcan təzə toyuq döşəti 8 manat. 1 kilogram Belaruskaya kərə yağı 15 manat. Super qiymət, super qənaət üçün. Bravo! Doğru seçim. İşinin adamı davam edir. İşinin adamı. Əziz dostlar, hər vaxtınız xeyir olsun. İşin adamını dinləyirsiniz və izləyirsiniz. Mən Kamran Yaradan Quliyevin təqdimatında efirimizin sponsorlarından olan Oloil'ın təmsilçisi hal-hazırda Ehtiram İsmailov efirimizdə qonaqdır. Ehtiram bəy, bir daha sizi salamlayıram. Bir daha xoş gördük sizi, izləyicilərimizi və dinləyicilərimizi. Qəşəng, əla. Ehtiram bəy, deməli, ənənəmizə sadiqik, çox qısa efirə yeni qoşulan, bizi yeni dinləyənlərə haqqımızda danışaq, sonra suallarımız var. Aloil MMC olaraq artıq 10 ildən artıq fəaliyyət göstəririk. Hal-hazırda 3 yağ markası ilə bazarda xidmətdəyik. Xidmət göstərdiyimiz məhsullardan əsasən dev petrolun dev məhsullarıdır. Ölkəmizin bütün bölgələrində, hətta muxtar respublikamızda tapa bilərsiniz. Ən yaxın avto ehtiyat hissələrində və ya yağ dəyişmə mərkəzlərində. Gözəl, əla. Deməli, dünya günü-gündən qlobal istiləşmədən danışır, iqlim öz yerini dəyişib, yay qışa, qış yaya qarışıb, hətta yay mövsümündə yayı demək olar yaşamadıq. Xüsusən bu yay mövsümündə çalışan dostlar belə, necə deyirlər, qan ağlayır. Bunların da hamısı ekoloji məsələlərdir. Təbiəti qorumalıyıq. Amma hamı qorumalıdır. Xüsusən də sizin kimi, bu baxmada kimyəvi maddələr təbii bir maddə deyil axı. Burada ekoloji tələblərə uyğun məhsulları necə tənzimləyirsiniz, necə təqdim edirsiniz? Öncəliklə deyə bilərəm ki, bu ekoloji təmizliklə bağlı ilk öncə avtomobil istehsalçıları artıq son deyərdim 10 il müddətində istehsal etdikləri avtomobillərdə əsasən DPF filtrli deyilən, yəni texniki tələblər olan avtomobillər istehsal edilər. Bu nəyin qarşısını aldı? Yanacağın yanmasını, ətraf mühiti zəhərlənməsinin qarşısını aldı. Hətta bunu belə ezirinə desək, sazvan filtri təmizlətmək də lazımdır. Ara bir, bəlkə 2 ay, 3 aydan bir. Çünki orada təmizlənəndə görülür ki, yanacağın bütün tinlərini o süzgəncdə, yəni süzgənc saxlayıb ətraf mühitə qoymayıb çıxsın. Yəni, bu zəhərli maddələri demək olar ki, bu istehsalla qarşısı alınır. Təbii ki, avtomobil istehsalçıları belə bir istehsala başlayırlarsa, məlum məsələdir ki, yağ istehsal edən zavodlar da bu tələblərə uyğun olaraq yağ istehsal edir. Təbii bizdə də xidmətdə olan, yəni xidmət göstərdiyimiz yağlardan, dev yağlarında DPF tələbləri asıl şəkildə, yəni markanın üzərində də qeyd olunur. DPF tələbli avtomobillərdə istifadə eləmək olar. Bu, ekoloji, ətraf mühit mühafizəsi üçün avtomobil istehsalçıları və yağ istehsalçıları tərəfindən artıq icra olunur. Aydındır. Burada bu sahədə, yəni nə qədər maksimum sən çalışsanda, hər dəfə müəyyən bir
proseslər olur da, hansı ki görürsən ki, sən istədiyin kimi etaplar irəliləmir. Maksimal dərəcədə siz şirkət olaraq, marka olaraq bir xeyli təcrübə gəlib keçmisiniz də. Həm özünüzün, həm də bu günə qədər olan o təcrübəsini. Burada da bir növ çalışırsınız ki, daha yaxşı olmaq üçün, rəqiblərdən də daha yaxşı olasınız. Amma rəqiblərdən yanlışları daha yaxşı etmək kimi bir rəqabətiniz var. Bir də yaxşının daha yaxşısını etmək üçün bir rəqabətiniz var. Burada ortaya belə bir sual gəlir ki, niyə siz? Rəqibdən fərqiniz nədir? Bax, məsələn, indi biz belə baxanda rəqibdir, amma müştəri baxanda rəqib kimi baxmır da sizə, fərqli çeşid gözündə baxır. Nədir fərqiniz? Bu yaxınlarda ad verməyəcəm, amma bazarda satışda olan bir markanın, hansı ki biz ustaların yanına gedərkən və yaxud da ki avtomobil ehtiyatçıları mağazalarında deyək, bu işi görən qardaşın yanına gedərkən davamlı olaraq həmən markadan bizə örnək verilirdi ki, yaxşıdır, keyfiyyətlidir, qiyməti daha münasibdir və Avropa malıdır deyə bizdən qiyaslayırlar, yəni ölçürdülər. Və çox az müddət öncə bu yaxınlarda həmən o məhsulun belə desək orijinal olmadığı, əksinə hər hansısa bir yerdə doldurulduğu üzə çıxdı. Biz bu öz markanın artıq özü bunu etiraf elədi, əməkdaşları. O avtomatik olaraq hər halda yığışdırıldı, bazardan yığışdırıldı. Katastrofa deyil bu. Bəli. Bu niyə biz? Çünki biz müştərimizə əminliklə istehsal zavodumuzun ünvanına qədər və internet üzərindən zavodumuzun linklərini də verə bilirik ki, baxıb görə bilərsiniz. Bəli, bu bizim əminliyimizdir. Yəni müştərimizə verdiyimiz əminlikdir ki, əmin olun ki və görün ki, biz həqiqətən də gətirdiyimiz markalar ki, əsasən Dev Petroleum misal olaraq Türkiyədə istehsal olunur, Tuzlucada zavod yerləşir, yəni buradan da canlı efirdə səsləndirə bilirəm. Dev Petroleum olaraq yazıb baxa bilərsiniz. Bu bizim keyfiyyətimizi sübut edən tərəflərimizdir. Mən həmişə demişəm, bax, açıq da deyirəm də, bu sizlə bizim bir iş birliyi ilə bağlı dialoq başlayanda bir neçə ay əvvəl, mən bilirəm ki, bizim sahədə o qədər avtomobil mühərrik yağlarıyla bağlı mənim həmkar dostlarım belə, bəzisi indi dünya malına görə, 5-3 manata görə çalışıblar. Sonra həmin aparıcının, həmin layihənin imici zədələnib və mən demək olar ki, gecə-gündüz bu sahədə bütün hamı ilə maraqlandım. O qədər sevindim ki, sizin haqqınızda sektorda da yaxşı bir fikirlər var deyə və mən belə əminliklə çalışdıq da, yəni və bu o qədər belə xoş bir haldır ki, ona görə mən sizə bu yanaşmanıza görə, bu alnı açıqlığınıza görə təşəkkür edirəm və arzu edirəm ki, sizdən asılı olmayan səbəblərə görə heç vaxt markanız zədələnməsin. O da necə olur? Bir dəfə yaxşı söz dediniz. Günün altında bir usta saxlayıb ki, yoldan keçənlər indi reklamda görsün, bu zədələnər. Axı gün nə qədər vura bilər bu yazıq yağın başına? Bu da istərsəmə sabah nə deyəcək? Keyfiyyətsiz deyə deməyəcək. Qardaş, gün altında qalan yağı niyə götürdün ki? Təbii ki, siz də bu bütün ustaların dalına düşüb, bütün satış məntəqələrinin dalına düşüb, orada nəzarət kamerası qoya bilməzsiniz. Yəni belə hallar da yaşanır. Səbir arzulayıram bu mövzularda. Təşəkkür. Çox sağ olun xoş sözlərə görə. İkinci olaraq biz davamlı olaraq müştərilərimizin yanındayıq, yaxınındayıq, əl çatımlıyıq. Yəni həm istəsələr sosial platformadan bizə çıxa bilərlər. Bu yaxınlarda ayın demək olar 3-10 gün yerərsində olardı. Biz Naxçıvan səfərinə getdik. 5 gündən Naxçıvanda olduq. Dev Petroleumla bağlı. Naxçıvan Muxtar Respublikamızın bölgələrində olduq, rayonlarında olduq. Yəni müştərimiz uzaqdadır deyə bizə bir maneə yoxdur. Yəni ən sonuncu istehlakçıya qədər gedib çıxa bilirik öz yanımızda. Hətta biz onunla bağlı video material da çəkmişdik, səhv eləmirəmsə, getdik bir yerdə Dev markası ilə avtomobil mühərrikinin usta yağını dəyişirdi. Yəni sadəcə olaraq biz müştərimizlə görüşməyə getmişdik, getdik bir rastlantıya çıxdıq. Təbii bizə xoş oldu və eyni zamanda başqa bir maraqlı bir hadisə də gəlmişdi başımıza. Əgər vaxt varsa danışım. 1 saatçı vaxt ayırmış. Təşəkkür edirəm. Naxçıvanda ustanın yanına getmişik. Biz usta ilə təqdimat edirik. Biz yanımızda da bir qardaş durub. Yəni tanımıram çox da. Biz ustamıza məhsulumuz haqqında təqdimat edirik və məhsulumuzun adını dedik. Biz falan markanı
təmsil edirik, falan marka ilə bazarda xidmət göstəririk, sizinlə işləmək istəyirik. Bu qardaş dedi, nədir markanızın adı? Dedim, Dev yahudu. Dedim, mən onu keçən ay istifadə elədim. Usta o qədər əminliklə deyir, onu mən təriflədi, yağı mühərrikə əlavə elədi ki, və həqiqətən də deyir, elə çıxır. Mən inanın ki, yenirəm, o şəxslə heç bir söhbətim olmayıb, sadəcə bir rastlantıdır. Mən usta ilə təqdimat aparıram, sadəcə olaraq. Bu, bizim üçün müştərilər tərəfindən gələn, yəni, bəlkə də bilmirəm, nə qədər səmiyyətimə dinləyicilərimiz, izləyicilərimiz inanır. Vallahi orada sadəcə bir rastlantı idi. Bu, müştərilərimizdən bu belə formatda müsbət geri dönüşümlər bizi təbii daha da çalışmağa, daha da inkişaf eləməyə. Real söhbətlər olanda da malab qəşəng. Təbii. Və eyni zamanda burada bölgələrimizdə də, bütün bölgələrimizdə dev məhsullar olaraq xidmət göstəririk. Yəni, bu günə qədər çox şükür təqdim etdiyimiz hər hansısa bir keyfiyyəti, təqdim etdiyimiz keyfiyyətin əksini görməmişik. Əsas lazım olan. Bizi, bilirsiniz, sizə bir real bir şey deyim. Biz əməkdaşıq, təbii ki. Əməkdaşıq, biz hansısa bir məhsul təqdim edirik. O məhsulda əgər hər hansısa bir sıxıntı yaşansa, keyfiyyətində problem olsa, inan ki, biz özümüz də təqdimat apara bilmirik. Apara bilmərik. Yəni, çünki bir problem olarsa, iki şikayət olarsa, artıq sən orada təqdimatını apara bilmirsən, əminliklə. Amma dev məhsulları bazara xidmətə başlayandan, satışa başlayandan elə bir sıxıntı, hər hansısa bir şikayətlə, ciddi bir şikayətlə rastlaşmamışıq. Şükür Allaha, şükür. Çox şükür. Bu keyfiyyətinizi necə nəzarətdə saxlayırsınız? Bax, bu keyfiyyətlər bu keyfiyyətsizdir. Ya da ki, bizim bu, məsələn, neçə litr olurdu sizdə? Qalbaşdırmalar müxtəlif olur. 1, 4, 5, məsələn, bizim bu 7. 1 litrlikdənsə keyfiyyətsizlik aşkarlandı deyək. Bunu necə nəzarətdə saxlayırsınız da? Bu qapalı qabdır da. Keyfiyyət məsələsi də buradan əsas təsdiqini orada tapır ki, biz əməkdaşlıq elədiyimiz zavod, artıq Azərbaycan olaraq biz zavoddan illik müəyyən bir təbii ki, məhsul alırıq. Keyfiyyətini ilk aldığımız, yəni ilk sifarişimizdəki keyfiyyət əgər pozularsa, biz o məhsulu bazara aparırıq. Təbii haldır ki, müştəridən həmən geri dönüş gələr keyfiyyətsizliklə bağlı. Təbii müştəri keyfiyyətindən şikayətlənirsə, biz də zavoda şikayətlənmiş oluruq. O da özünü yığışdırır. Yox, belə bir şey deyim də, nə biz müştəri itirmək istəmərik, nə zavod. Təbii, biz bu keyfiyyəti necə yoxlamışıq? İlk alışda, əməkdaşlığa başlayanda, təbii keyfiyyət yoxlanılır, müəyyən laborator nəticələr əsasında. Ondan sonra təbii başlanılır əməkdaşlığa. Təbii keyfiyyət o formada saxlanılır ki, o düşürülürsə, yəni keyfiyyətdə düşmə olarsa, ən gözəl nəticə praktikadır. Yəni, avtomatik olaraq müştəri bizə geri dönüş edir ki, bu səfər bu belə olmadı. Belə. Amma yəni nəzarətdədir, hamısı? Nəzarət təbii ki, yenə deyirəm, əsas onun rəhbərliyin üzərinə düşən məsuliyyətdir. Çünki davamlı olaraq sifarişi və keyfiyyəti onlar nəzarətdə saxlayırlar. Amma biz keyfiyyətlə bağlı hər hansısa bir sıxıntı olsa, avtomatik rəhbərliyə məlumat veririk ki, bununla bağlı hər bir şey yaşamamışıq. Bir də elektrik və hibrid nəqliyyat vasitələri üçün xüsusi istehsal xəttiniz varmı? Sualı gəlib. Xüsusi istehsal xətti, bəli, var. Zavod, yəni əməkdaşlıq elədiyimiz zavod istehsal müəssisəsi hibrid avtomobillər üçün istehsalı var ki, o da artıq bizim